Naxçıvan şəhərindəki Gənclər Mərkəzində keçirilən tədbirin təşkilatçıları Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Vətən Bağı Sosial Təşəbbüslər İctimai Birliyi olub. Vətən Bağı Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev bildirib ki, bugün cəmiyyətimizi narahat edən əsas məsələlərdən biri də narkomaniyadır. Diqqətə çatdırılıb ki, proqramın icrası məqsədi ilə müvafiq qurumlarda təşkil olunan maarifləndirmə tədbirləri təqdirə layiqdir. Dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər paketində gələcəyimizin qarantı sayılan gənclərimizin zərərli vərdiş və təsirlərdən uzaqlaşmaları üçün mühüm işlər görülür. Naxçıvan gəncləri də bu mövzuda ictimaiyyətin maarifləndirilməsində yaxından iştirak etməlidir. Gələcəkdə gələn ay bizim Naxçıvan gəncləri ilə Şərur, Culfa, Ordubad və Babək gəncləri ilə bu barədə görüşümüz olacaqdır. Psixoloq Çapay Quliyev narkotiklərin fərdi və ictimai təsirləri, asıllıq anlayışı və mərhələləri, gənclər arasında narkotik riskləri, sosial və psixoloji dəstək yolları mövzularında ətraflı çıxış edib. O, zərərli vərdişlərin mənfi fəsadları, o cümlədən həyatımıza, sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə ətraflı məlumat verib. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tərlan İbrahimova, Namiq Abbasov, NTV Xəbər.